Sosial media platformaları məhz bunun üçün qurulub. Sən telefonu əlindən yerə qoymayasan. Yəni əslində sən sosial mediadan istifadə eləmirsən. Sosial media səndən istifadə edir. Sənin diqqətindən pul qazanırlar. Bəs bunu necə düzəltmək olar? Texnologiya orucu tutmaqla. Oruc bilirsiniz, orqanizmə faydaları möhtəşəm dərəcədə. İstər bioloji mənada, istər mənəvi mənada. Sırf texnologiyasız, texnoloji alətlər olmadan keçirməyə çalışın. Özünüzü, orqanizminizi, bədəninizi, fiziologiyanızı, psixologiyanızı, mənəviyyatınızı, beyninizi update eləyin, təzələyin. Müsbət enerji ilə doldurun, qidalandırın. 12 saatlıq orucla tutmaq sizin üçün çətin gələ bilər. Ona görə ilk həftələrdə bir neçə saatlıq eləyin. Tutaq ki, bu həftə qərar aldınız ki, mən 6-cı gün və ya bazar günü texnologiya orucu tutacağam. Telefonsuz, kompütersiz, televizorsuz və digər texnoloji alətlər olmadan 2 saat vaxt keçirəcəm. Növbəti həftə onu 3 saat eləyin, növbəti həftə 4 saat eləyin və diqqətinizi geri alın dostlar. Sosial medianın sizdən məhsul kimi istifadə eləməsinə icazə verməyin. Siz onu doğru şəkildə öz faydanıza olacaq şəkildə istifadə edin. Son dəfə telefonsuz 30 dəqiqə keçirməyin nə vaxt olub? Əgər cavab verə bilmirsənsə, bu video tam sənin üçündür. Bilirsiniz ki, hər dəfə telefona baxanda beyin dopamin ifraz edir. Dopamin həzz hormonudur. Beyin onu çox sevir. Telefonu yerə qoyanda beyin narahat olur. Ona görə də yenidən götürürsən və bu asılılığı yaradır. Bu, iradə zəifliyi deyil. Sosial media platformaları məhz bunun üçün qurulub. Sən telefonu əlindən yerə qoymayasan. Çünki sən nə qədər o ekranda qalsan, onlar daha çox qazanacaqlar. Və buradakı əsas kritik məqam və ya problem odur ki, hər dəfə beyin dopamini alandan sonra zirvəyə qalxır, amma ondan sonra isə birdən-birə aşağı düşür, çökür. İkinci dəfə yenə qalxır, sonra daha da aşağı düşür. Üçüncü dəfə yenə qalxır, sonra daha da aşağı düşür. Və tədricən adi həyat, gündəlik həyat sıxıcı olmağa başlayır. Kitab oxumaq sıxıcı gəlir. İnsanlarla söhbət eləmək sıxıcı gəlir. Darıxır. Telefonsuz yaşaya bilmir. Dostlar, bir şeydən əmin olun ki, sizin diqqətiniz məhsuldur. Bu nə deməkdir? Yəni əslində sən sosial mediadan istifadə eləmirsən. Sosial media səndən istifadə edir. Sənin diqqətindən, sənin vaxtından istifadə edir. Və pul qazanır. Sən hər dəfə ekranı sürüşdürəndə reklamçılar pul qazanır. Sənin diqqətindən pul qazanırlar. Düzdür, sən o reklama pul ödəmirsən. Sən özünü, öz həyatını, ömründən müəyyən vaxtı ödəyirsən və onlar o vaxt sayəsində gəlir əldə edirlər. Sən isə özündən itirirsən, diqqətin azalır, fokusun azalır, asıllıq yaranır, məhsuldarlığın aşağı düşür, həyat keyfiyyətin aşağı düşür, yuxuna ciddi mənada təsir eləyir, orqanizminə zərər vurur. Yəni, sosial media vaxtından, diqqətindən, enerjindən, ömründən, həyatından istifadə eləyir, gəlir əldə edirlər. Bəs bunu necə düzəltmək olar? Texnologiya orucu tutmaqla. Oruc bilirsiniz, orqanizmə faydaları möhtəşəm dərəcədə. İstər bioloji mənada, istər mənəvi mənada. Texnologiya orucu deyəndə mən onu nəzərdə tutmuram ki, telefonu bir dəfəlik atın, nə bilim, kompüteri bir dəfəlik atın. Xeyr, texnologiyanın müsbət tərəflərindən maksimum dərəcədə istifadə eləməliyik və eləməyi də bacarmalıyıq. Texnologiya orucu tutmaq nə deməkdir? Gündə 1 saat. Məsələn, hər ay müəyyən günlər təyin edin və yaxud da ki, ildə bir neçə həftə təyin edin. Amma hər ay eləsəniz daha yaxşıdır. Hər ay və ya hər həftə. Hər həftənin bu günləri, bir gün olar, 2 gün olar, tamamilə texnologiyadan uzaq durun. Telefonu söndürün, kompüteri söndürün, televizoru söndürün. Sadəcə, yəni fərz edin ki, bir 300 il əvvəl, 400 il əvvəl, 500 il əvvəl insanlar bir gün ərzində texnologiya olmadan nələr görürdülərsə, siz də o işləri görməyə çalışın. Kitab oxuyun, dostlarınızla görüşün, ailənizlə söhbət edin, onlarla vaxt keçirin, təbiətə çıxın, gəzin və s. Yəni, bu texnologiya orucunu eləsəniz, beyniniz refresh olunmuş olacaq. Diqqəti artacaq. Yəni, beyin enerjiniz, diqqətiniz, keyfiyyətiniz artacaq. Həftədə tutaq ki, bir gün belə bəs eləyər. Həftədə bir gün, 2 gün. Əvvəlcə, yəni, 24 saat, yəni 12 saatlıq orucla tutmaq sizin üçün çətin gələ bilər. Ona görə ilk həftələrdə bir neçə saatlıq eləyin. Tutaq ki, bu həftə qərar aldınız ki, mən 6-cı gün və ya bazar günü texnologiya orucu tutacağam. Telefonsuz, kompütersiz, televizorsuz və digər texnoloji alətlər olmadan 2 saat vaxt keçirəcəm. Növbəti həftə onu 3 saat eləyin, növbəti həftə 4 saat eləyin və belə bir neçə aydan sonra müəyyən günü, bütün günü və ya 2 günü
Sırf texnologiyasız, texnoloji alətlər olmadan keçirməyə çalışın. Özünüzü, orqanizminizi, bədəninizi, fiziologiyanızı, psixologiyanızı, mənəviyyatınızı, beyninizi update eləyin, təzələyin, müsbət enerji ilə doldurun, qidalandırın və diqqətinizi geri alın dostlar. Sosial medianın sizdən məhsul kimi istifadə etməsinə icazə verməyin. Siz onu doğru şəkildə öz faydanıza olacaq şəkildə istifadə edin.